İyunun 5-də Qusar rayon İcra Hakimiyyətinin dəstəyi Quba Xaçmaz Regional Mədəniyyət İdarəsi, Qusar rayon mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilatçılığı ilə şəhər Nəriman Nərimanov adına mədəniyyət və istirahət parkında şəhər salma və memarlıq ili çərçivəsində ümumilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş Oxu bayramı keçirilib. Tədbirdən əvvəl parkda kitab, rəsm, şəhər salma və memarlıq ili çərçivəsində hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, digər idarə və müəssisə rəhbərləri sərgidə nümayiş olunan müxtəlif müəlliflərin kitabları, rəsmlər və digər əl işləri ilə tanış olublar. İşləriniz nətər? Yaxşıdır. Salam uşaqlar. Necəsiniz? Salam əleykum. Salam əleykum. Salam əleykum. Salam gözəl. Necəsən? Salam. Necəsən? Ay kişi, salam. Kimdə oxuyursan? Bilirsiniz də saz yaradıcılığı ümumiyyətlə Şirvan zonasında Dərbənddən ağzı bu tərəfə çox geniş, popülər bir sənət olub. Bugün yoxdur bu tərəflərdə, elə? Kazak sənəsində o zaman yoxdur. Şamaxıda da var. Gözəl bir gözəl. Mən qurubsun, qurubsun. Qəpik olmuşduq zaten. Bakın bunu ve İşqala Kitabxana filialının kitabxanaçısı Ulduz xanım düzəldik, sırf onun ərişi. Mən çox çalışıram ki, cəmaatımız düzdür. Bizim Qusar cəmaatımız doğrudan çox savadlı, intelligentdir, gözəl. Sağır müəllimdir isə bizim Cavarqışlar, Zindanburquşlar, Abaranqışlar və Qızılqışlar Kənd Kitabxana filialının kitabxanaçıları, fəal oxucuları və kitab sevərləri tərəfindən Sonra tədbirin rəsmi hissəsinə start verilib. Ümumilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bütün tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilində əməyi olan bütün təşkilatçılara öz minnətdarlığını bildirib. İcra başçısı çıxışında qeyd edib ki, ümumilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar keçirilən Oxu bayramı rəmzi əhəmiyyət daşıyır. Çünki Heydər Əliyev elmin, maarifin, inkişafını dövlət siyasətinin prioritet istiqaməti elan etmişdi. Rayon rəhbəri qeyd edib ki, mütaliə cəmiyyətin intellektual potensialının formalaşmasının, milli mənəvi dəyərlərinin qorunub, gələcək nəsillərə ötürülməsinin əsas mexanizmidir və informasiya bolluğu dövründə insanı səthi bilgilərdən qoruyan yeganə vasitə sistemli kitab oxumaqdır. Sahir Məmmədxanov nitqində bildirib ki, tarixən maarifçilik ənənələrinə sadiq olan Qusar rayonunda müasir dövrün tələblərinə uyğun olaraq onlayn kitabxana sisteminin yaradılması istiqamətində müvafiq addımların atılması zəruridir. İcra başçısının çıxışından sonra ictimai televiziyada yayımlanan Əlaçı intellektual yarışmasının qalibləri şəhər bir sayılı tam orta ümumi təhsil məktəbinin şagirdi Sultanov Tural Arazoğluna və şəhər 2 sayılı tam orta məktəbinin şagirdi İsa Balayeva Samirə Tehran qızına, o cümlədən Sərhəd hərbi idman oyunlarında parlaq qələbə qazanmış Yuxarı Zeyxur kənd tam orta ümumi təhsil məktəbinin Zeyxur komandasının üzvləri və hərbi müəllimə Qusar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olundu. Tədbirdə çıxış edən digər natiqlər qeyd ediblər ki, oxu mədəniyyətinin formalaşdırılması gənclərdə analitik təfəkkürün, tədqiqat maraqlarının,
Bədii zövqün inkişaf etdirilməsi istiqamətində kitabxanaların və digər mədəniyyət ocaqlarının çox böyük rolu var. Oxu bayramı kimi layihələrdə bu baxımdan mühüm platformadır və gələcəkdə də belə tədbirlərin daha geniş miqyasda təşkili vacibdir. Tədbirin bədii hissəsində məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqilər ifa edilib, rəqs kompozisiyaları təqdim edilib, rəngarəng çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qanımda vətən sevgisi, dilimdə hər zaman vətən kəlməsi. Ucalsın bayrağın qoy zirvələrə, Şuşada səslənsin cəngin nəğməsi. Ucalsın bayrağın qoy zirvələrə, Şuşada səslənsin cəngin nəğməsi. İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? İblis. Feyruz Qayıtmazov, F Production, Qusar.